Bəziləri az qala gətirirlər Yavuz Sultan Səlimi bir məsum bir xəlifə obrazına təqdim edirlər ki, sanki Yavuz Sultan Səlim bir İslam təəssübkeşi olub, bir sünni təəssübkeşi olub. Əziz qardaşlar, həmin Yavuz Səlim, Yavuz ləqəbi, İvan Grozno, ruslardadır, türklərdə də Yavuzdur. Həmin Yavuz Səlim öz qardaşlarının sülaləsini kəsən bir adamdır. Qardaşının körpə balalarının göz yaşlarına baxmayan bir adamdır. Hakimiyyətinə, siyasi iqtidarına görə öz qardaşlarının çağa, bələydə olan uşaqların öldürən bir adam gəlib Azərbaycanda sünni dərd çəkəcək. Yəni, bu nə yanaşmadır, bu nə absurd bir şeydir. Çaldıran döyüşü dini müharib, məzhəbi müharib olmuyor. Nə Şah İsmail tərəfindən, nə Yavuz Səlim tərəfindən. Məsələ iki qoçun başı bir qazanda qaynamaz. Yəni, Şah İsmail yeni, cavan liderdir, xarizmatik bir liderdir. O qədər xarizmatikdir ki, hətta Osmanlı rəyyəti belə, Osmanlı vergi ödəyiciləri belə hər şeylərin qoyurlar Anadoluda, axırlar Azərbaycana. Təbii ki, bu Yavuz Səlimi qızıqlandırır. Bir hökümdarın vətəndaşlarının digər hökümdarın qulluğuna getməsi hansı hökümdarın xoşuna gələr? Yavuz Səlim bundan qızıqlanır. Həm də Şah İsmailin xarizması qarşısında biraz qısqanır Şah İsmaili. Orada müəyyən şeylər var. Məsələn, atasını devirdiyinə görə Yavuz Səlim, Bəyazidi devirdiyinə görə Şah İsmail Yavuz Səlimi təbrik eləmir. Sultanlığı ilə bağlı, sultan keçməsi ilə bağlı təbrik eləmir. Yavuzun bir qardaşı da Şah İsmailə sığınır. Şah İsmail onu da təhvil vermir. Yavuzu öldürtürmək istəyirdi qardaşın. Şah İsmail onu da təhvil vermir. Bu şeylər və Şah İsmailin xarizması Yavuzda bir qısqanclıq yaradır. Buna görə də müharibə baş verir. Yəni, bu daha çox şəxsi münasibət müharibəsi idi. Bu daha çox iqtisadi karvan yolları, karvanların belə deyək də, yolları üzərində olan hökmə görə müharibə idi. Yəni, eyni müharibəni Əmir Teymur da aparıb, eyni müharibəni Uzun Həsən də aparıb.